Proses zamanı çətin duyğular qalxsa, ilişib qalsın və ya suallarım olsa, bununla tək qalmıram ki. Bu sualı iki yöndən cavablamaq istəyirəm. Birincisi, proses zamanı suallarımız olsa ki, olacaq, olmalıdır da. Bunu nəzərə alın ki, həmin sualların cavabı ortaya çıxa biləcək suallar, yəni artıq hisslər məktəbində cavablandırılıb. Məsələn, siz məsələn 3-cü modul üzərinə işləyirsiniz və orada nəsə bir sualımız var. O var olan sualın cavabı çox güman ki, məsələn 7-ci modulda artıq var. Bu səbəbdən proses zamanı hər hansı sualımız yaranarsa ki, yaranacaq, bu çox təbiidir. Səbirli olmağınızı sizdən istəyəcəm və yaranan suallarımızla bağlı modullara baxın. Hisslər məktəbini tam bitirməyənə qədər, yəni bütün modulları keçdiniz, bütün audioları dinlədiniz, bütün videolara baxmısınız, bütün çalışmaları eləmisiniz. O sualımızın cavabı ilə qalın, yəni orada olun və o sualımızın cavabını gözləyin. Çox güman ki, yenə deyirəm, çıxacaq ortaya. Amma hər şey elədiniz və gördünüz ki, sizin sualınızın cavabı yoxdur. Belə olan təqdirdə əlaqə nömrəmizi burada bir yerə yerləşdirirəm. Buradan əlaqə saxlayın. Çox güman ki, sizin sualın özü növbəti hisslər məktəbinə əlavə olunacaq və cavab şəkli, yəni sizin sualınız əlavə olunacaq əgər artıq hisslər məktəbində yoxdursa və o sualın cavabları orada veriləcək. Bu mənim üçün çox dəyərlidir, çünki hisslər məktəbi hazır bir proqram deyil, canlı bir proqramdır. Nə mənada? Həmişə, hər il dəyişilir. Hər il nələrsə əlavə olunur ki, məncə bu videoda bunları danışacağıq bərabər. Amma qısa olaraq bunu deyim, bilginiz olsun. Və proses zamanı çətinlik yaşasaz, yəni hər hansı çətin duyğular var, necə olur bu? Özümlə görüşürəm bunun üçündür. Özümlə görüşürəm, 8-ci modulda tapa bilərsiniz bunu. Məsələn, qısqanclıq duyğusu ilə işləyirsiniz, nəzəri hissəsini bildiniz. Onsuz da nəzəri hissəsinə qulaq asdığınız zaman bir çox suallarımızın cavabı bilinir, zehniniz aydınlaşır. Amma bunun daha da dərininə getməyə ehtiyac duyursunuzsa, duyğu ilə baş edə bilmirsinizsə, nəzəri hissəsini biləndən sonra özümlə görüşürəm eləyin, bunun üzərinə işləyin. Özümlə görüşürəm, bunun üçündür məsələn. Bu səbəbdən narahat olmağa heç bir əsas yoxdur. Özümlə görüşürəm də sizin əlinizdən möhkəm bir şəkildə tutacaq.